Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Əfilləhi şək, fətiris səmavati vəl-ərd. İbrahim surəsinin 10-cu ayəsində Allah öz varlığına özü ilə dəlil gətirir. Allah Teala buyurur ki, Ad, Səmud və Nuh peyğəmbərin qövmünə peyğəmbərləri göndərdik, nümayəndələrimizi. Onlar dedilər, əllərini apardılar, ağızlarına başladılar ki, biz bunun gətirdiyinə, biz şək edirik bunun dediklərinə. Birbaşa Allah davamıca buyurur ki, qalət ləhum rusuluhum. Onlara gələn peyğəmbərlər, Allah tərəfindən gələn nümayəndələr birbaşa bilirsiniz nə dedi? Əfilləhi şək. Allah'ta şək edirsiniz. Allah'ta şək ola bilər. Fatiris səmavati vəl-ərd. Göylərin və yerin fatiri. Mütləq varlıq və ya var bir həqiqətdir. Və hər müxtəliflik və çoxluq o bir həqiqətin təcəllisidir. İstər istəməz o həqiqətə qayıdır. Allahın bu ayəsi birbaşa o həqiqətdən yapışır. Bəzən biz ümumi olaraq və adətən Allahın varlığına bir arqument təqdim edəndə nəticədən səbəbə doğru gedirik. Məsələn, deyirik ki, ətraf aləmdə, hələ maddə aləm, nəticənin ən zəif varlıq növü olan fiziki aləmdən misallar vururuq. Deyirik, gördüyün bu varlıqlar var ha, sən özündə o. Bütün bu varlıqlar öz başınadır mı? Bizim loru dildə deyək. Öz başınadır mı? Xeyr. Deməli, bunun səbəbi var. O səbəb nə? O öz başına ola bilərmi? Varlığı özündən ola bilərmi? Əgər desəz ki, bəli, o səbəbin varlığı özündəndir, deməli, o elə haqq olan və Allah ismi ilə təcəlli edən mütləq varlığın özüdür. Həqiqətin özüdür ki, bütün bu varlıqlara vücud verib. Əlbəttə, burada bir haşiyə çıxıb, bir neçə dəfə əzizlərin suallarını görmüşük, ona istədik cavab verək. Bəzi əzizlərimiz bizim çıxışlarda qeyd etdiyimiz Həzrəti Allah ifadəsi ilə bağlı suallar verirlər və təbii olaraq narahatçılıq keçirdirlər. Bu təbii qarşılanan bir şeydir, normaldır. Əzizlərə sualları budur ki, Həzrəti Allah deyə bilərikmi və yaxud da Həzrəti Allah deyəndə elə vəhabilər bizə irad tutur bütpərəstlik, bu doğrulmurmu və yaxud da bu tipli suallar. Həzrəti Allah həvvara huzur sözündəndir. Məsələn, cənab mənasında. Cənab və huzur təqribən bir mənaya qayıdır, amma huzur daha dəqiqdir. Məsələn, deyirik, cənab Allah, cənab haqq. Cənab fars dilində də işlənilir, ərəb dilindən cömbəndə deyirlər. Məsələn, Allah da Quranda dabbə deyəndə fars dilində ona deyirlər cömbəndə. Yəni, bir tərəfə və istiqamətə hərəkət edənlərə deyirlər cömbəndə. Cənab və yaxud da cənub sözü tərəfdir, tərəf mənasındadır. Cənab Allah deyəndə Allahın tərəfi, məhzəri nəzərdə tutulur. Əlbəttə, huzur deyəndə isə həzrət huzur sözündəndir. Yəni, Allahın məhzəri daha dərin mənada. Ona görə də əzizlər, istəyir cənab olsun və istəyir ondan daha dərin mənalı həzrət mənası olsun, zahiri baxanda elə əşairədən daha çox su içən, adını sələfi qoyan vəhabilər özləri zahiri baxdıqlarına görə müşrik olurlar. Onlar deyirlər, bəli, Allah göydədir, oradadır, oturub qiyamət günü nəuzubillah ayağını sallayacaq filan. Amma cənab və həzrə sözünün dəqiq mənası cənab Allahın tərəfi və bir növ məhzəri, həzrət Allahın huzuru və Allahın məqamı. Bunlar ikisi də həqiqətdə
fiziki tərəf mənasının həqiqəti olan metafiziki və onun da fövqündə olan məqam mənasındadır. Həzrət Allah, yəni Cənab Allah, Allahın məhzəri olan bir məqamdan söhbət gedir. Allahlıq məqamı. Ona görə burada heç bir problem yoxdur. Mən istədim bunu mötərizə arasında bir haşiyə çıxaraq əzizlərin xidmətinə qeyd edəm. İndi qaydaq bəhsimizə. Biz dəfələrlə mütləq vücud və varlığın özünün həqqtalı olduğuna işarə vurmuşuq. Biz dəlil gətirəndə ümumi və avam dilində belə deyirdik. Bayaq dediyimiz kimi. Filan şey var, öz başına deyil ki, pəs onu yaradan var. Buna məşşa fəlsəfəsi, məsələn, məxsusən Ərəstu və ya Aristoteldən qaynaqlanan İslam fəlsəfə aləmində Farabi və İbn Sina kimi alimlərin, filosofların, həkimlərin gətirdikləri burhan, onlar məxsusən İbn Sina deyirdi ki, Burhan-ı Siddiqin öz burhanına deyir, daha doğru və daha dəqiq burhan. Nəticədən səbəbə gedirdi. Amma ondan sonraki dövrdə, məxsusən Molla Sədranın fəlsəfəsinin pik vaxtında, yəni fəlsəfənin ən pik dövrü olan Molla Sədra fəlsəfəsində Burhan-ı Siddiqin irfan-ı nəzəri, yəni nəzəri irfan fəlsəfənin həqiqi nöqtəsinə nəzərən təqdim olundu və birbaşa Molla Sədranın gətirdiyi argument və burhan səbəbin özü ilə bir növ səbəbi bizə açıqlayır. O burhanın 28 cür formada təqrir ediblər və təqdim ediblər ondan sonraki fəlsəfəçilər. Amma biz qısa formasını özümüz üçün çıxarmışıq, qeyd edək. O burhan bilirsiniz nə deyir? Deyir, varlıq və reallıq, həqiqət var, bəli var. Pəs Allah var. Yəni, həqiqət biz dəfələrlə dediyimiz mütləq vücud və varlıq haqqın özüdür. Var varsa elə Allahın özünə qayıdır. Allah o mütləq varlığın həqiqətinin ismidir, təcəlli edib. İndi Allah Teala bu ayədə ecazkar olaraq birbaşa kökdən, səbəbin özü ilə Molla Sədra öz fəlsəfəsində gətirir. Yu'rafu zatuhu bi zati. Yəni, onun zatı və həqiqəti ilə öz həqiqəti ilə tərif olunub tanınır. Onun həqiqətinin təcəllisi olan isimlər bizi ona yönləndirir. Bu ayədə bu prinsiplə yanaşır. Kökdən. Görün necə gözəl. Özü də bilirsiniz də bəyan elmini, məani elmini bilənlər daha yaxşı bilərlər. Onların ixtisasıdır. Cümlənin növü var da, danışıq növü. Biri var, məsələn, Allah burada buyurur, sualla gəlir. Biri var, deyərdi ki, Allahda heç bir şək yoxdur. La şəkkə fillah. Amma sual insanın özünə, yəni həqiqətinə, yəni mütləq varlığına, yəni Allaha birbaşa qayıtmasına səbəb olan bir sualla. Əfillahi şək, Allahda şək var. O Sədranın gətirdiyi burhan buna əsaslanır. Özü danışır. Özü birbaşa səbəbdəndir. Allahda şək var, sonra gedir nəticəyə. O Allah ki, Fatır-ı səmavat və arz, göyləri və yeri şükufələndirib, tumurcuqlandırıb, cilvələndirib öz vücudundan. Yəni, göylər və yer özü özlüyündə puçdur. Amma varlıq cilvəsidirlər. O varlığı mənəm onların. Həqiqəti mənəm. Allah bundan danışır. Digər nöqtə burada. Əfillahi şək. Şəkdən danışır. Allahda şək var. Özü də şəkkun. Qeyri-müəyyənlik. Nəkərə deyirlər. Şək. Yəni, hər hansı bir şək ola bilərmi? Şək edənin özü şəkkinə şək edirmi? Yəni, həqiqətən sual versən, fəlsəfədə bu var da, qərb fəlsəfəçilərinə irad tutanda
İslam fəlsəfəçiləri, biri də budur. Bəzi fəlsəfəçilər var, neçə cür şək edənlər var, 5 dəstəyə ayırıblar, biri də budur. Ona sual veririk, şək edirsən ha, həqiqətənmi şəkkin var? Çünki bəziləri deyir ki, qərbdə, hər şeydə gərək şək edəsən. Reallıqda və vaqiiyyət, yəni həqiqətin olmasında şək. Nisbi də hər şey. Dəqiq, yəqin, %100 hökm yoxdur və reallıq yoxdur. Məsələn, mən deyəndə ki, bu ağacdır, ağac filandır, filandır. Bütün bu hökmlər, bunların hamısında şək edəsən. Hökmlər xaricə nəzərəndir də. Biz deyirik, şəkkində də şək edirsən. Desə ki, şəkkimdə də şəkkim var, o getdi. O psixdir, ona heç kim. O özü-özünə belə biraz diqqət eləyəndə dəli olar. Amma deyə bilməz axı, dəli. Həqiqətən də deyəcək ki, bəli, şəkkimdə şəkkim yoxdur. Çünki deməli, həqiqət səndəsən. Bir hökm tapdıq ki, həqiqətdir. Həqiqət nədir? Varlıqdır. Allah buyurur, hər hansı bir şəkk ola bilər varlıqda. Şəkkin özü varlığın cilvəsi deyil. Əfəllahi şək. Sonra buyurmur, xaliq-i səmavat. Çünki bəzi həssas yerlər var ki, Quranda Allah özünü ortaya qoyanda deyir, xaliq. Amma Allah burada daha dərinə gedir. Fatiris səmavati vəl-ard. Göylər və yerin fatiri. Fatir keçən bəhsdə toxunduq, daha dərindir. Xaliqdə biraz zahiri və feil, Allahın feilləri baxımından baxa bilərik. Müstəqillik göstərə bilərik zehnimizdə, anlayışımızda. Məsələn, xaliqdir, yəni yaradır. Allah və yaratdığı. Fatir dedi, ağac və tumurcuq misalını vurduq. Varlıq bir həqiqətdir. Öz həqiqətini çiçəkləndirib və tumurcuqlandırıb, yarıb öz vücudu ilə cilvələnib göylər və yer. Fatiris səmavatı vəl-ard. Göylər və yer mən mütləq varlıq olan Allahın öz vücudumdan cilvələndirdiyimdir mənasında. Çünki dəqiq danışır burada Allah. Əvvəlində birbaşa mütləq varlıq, haqqın özü, özündən. Məndə şək var ki, siz mənim cilvələrim olan göylər və yerlə öyünürsünüz. Və növbəti məsələ göylər və yer. Fiziki baxımdan mütləq varlığın fiziki təcəllisi materiya aləmi. Göylər və yer. Tamam. Bütün maddə aləm. Bütün. Amma Qur'anın batini var və batininin batini var. Yəni hikmət və fəlsəfəsi var deyə biz batinindən danışırıq deyə gərək Əs-səmavat vəl-ərdə diqqət eləyək. Əs-səmavat vəl-ərd göylər, əs-səma yəni yuxarı məqam. Fiziki, metafiziki və onun fövqündə. Zaman çərçivəsində və zamandan fövqüdə olan bütün varlıq həqiqəti, ali məqam və varlıq həqiqətinin aşağı məqamı. Əl-ərd yəni yer, aşağı məqam. Bu mənadadır. Bütün yuxarı və aşağı məqamlar Allahın vücudunun, varlığın özü olan haqqın və Allahın təcəllisidir mənasındadır. Bax, bu baxımdandır ki, bir ateist dindarla bəhs edir. Dindarla bəhs edir, ateistlərin müxtəlif cür şübhələri var. Deyir ki, dindara, siz ki, bu qədər istəyir, bir zahirə baxanda bir yaxşı yerdən tutur. Deyirsiniz, Allah ən böyükdür, ondan böyüyü yoxdur. Hər şeyi o idarə edir. Düzdür, dindar deyir, bəli. Deyir, siz bununla demək istəyirsiniz ki, ən görünməyən, məsələn, belə bizim dildə deyək, lupayla, mikroskopla bəlkə də seçilməyən və ya seçilən müasir elmdə, güya müasir elm gəlib həqiqi elmin yerini tutmağa. Amma
bütün həqiqi elm zaman və məkanın fövqündə olduğuna görə bütün keçmişdən ta sonsuza qədər elmlərin həqiqəti oradan qaynaqlanır. Sadəcə zamana yayılır. İndi bu deyir ki, bəli də indi bizim baxanda müasir dilinən. Onda siz necə, siz dindarlar necə buna qailsiniz ki, Allahı bir tərəfdən sonsuz böyük bilirsiniz, hər şeydən böyük onu bilirsiniz. Amma o böyüklüyü də Allah'a gətirib məşğul edirsiniz balaca bir dənə mikrobla və ya həşəratla. Böyük işlər olar da, işin gücünü atıb balaca bir həşəratla məşğul olacaq. Dindar ona gözəl bir misal vurur. Bir təsəvvür elə, bir hərbi briqada. İndi hərbidə olanlar bizdə olmuşuq, bilirik də, hərbidə olanlar bunu daha yaxşı bilir. Bir briqadadır, bəli. Onun bir yeməkxanası var da ümumi, bəli. Məsələn, orada qazanlar qoyurlar, yekə katyollar falan, burada pişirirlər də yeməklər. Düzdür, bəli. Məsələn, bu briqadanın 5000 əsgəri var. Bəli. Dünyada da bu zəhərli qurbağalar var, zəhərli nə bilim maddələr var, bitkilər var. Ən zəhərli ilan var ki, balaca, onun adı yadımdan çıxdı. Hər halda zəhərlər var, bəli. Balaca bir görünməyən həşərat, ağcaqanaddan da kiçik olar. Ola bilər ki, getsin o zəhərli maddənin üstünə qonsun, ayağında o zəhəri daşsın, deyir, bəli. Deyir, o görünməyən balaca həşərat gəlib qona bilərmi yemək qazanının üstünə? Yəni o yeməyin içinə. O zəhər ki, ən öldürücü təsirə malik zəhərlərdəndir. O yeməyə yayıla bilər, deyir, bəli. O yeməkdən, məsələn, 5000-in 2000-i o qazandan yedi, ya 1000-i o qazandan yedi. 1000 nəfər ölən, yaralanan, ağır vəziyyətdə, yəni tamam pərakəndə halına sala bilərmi? Xarab edə bilərmi bir briqadanın bir önəmli bir hissəsini? Deyir, bəli. 1000 nəfər aradan apara bilərmi? Deyir, bəli. Deyir, indi gördünmü? Kiçik dediyin iş ki, deyirsən, böyük Allah ondan niyə məşğul olur? O sonsuz böyüklük, müqayisəsiz böyük olan Həzrəti Allah, Həzrəti Haqq niyə görə o kiçiylə də məşğul olur və kiçiyində ixtiyarı ondadır? Bəli, əzizlər, Allahda heç bir şək yoxdur. Əslində Allahda şək eləmək, ağacda oturduğum budağı kəsməyə bənzəyir. Bu günlük bu qədər. Allaha əmanət olun.